Gelsene kurban gel. Gel. Bakan o kadar pulludur ki yerleri. Alo. Sağ olun, var olun. Allah köməyiniz olsun. Qurbanlıq bayramı günündə qurbanlarınız qəbul olundu. Vətənə qayıtdınız. Çox sağ olun. Allah köməyiniz olsun. Var olun. Çox həsrətlə gözləyirdik bu günü. 33 ildən sonra artıq vətənə döndük. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza can sağlığı versin. Əlbəttə ki, cənab prezidentimiz İlham Əliyev başda olmaqla bu hər şey onun sayəsində olubdu. Ona çox dərin təşəkkürümüzü bildiririk. 33 ildən sonra artıq öz evimizdə, öz torpağımızda cənab prezident demişkən Qarabağ Azərbaycandır. Bir şəhid xanımı ailəsi kimi şəhidlərin qisası qiyamətə qalmadı. Bunun nədir? Bəli, qalmadı. Biz çox sevinirik. Bu günlərim sevincimizin həddi hüdudu yoxdur. Mən çox sevinirəm ki, mənim yoldaşım Vəliyev Əli İmranoğlu şəhid olandan sonra mən buradan didərgin düşmüşdüm öz vətənimdən, öz torpağımdan. Əlbəttə ki, köçkün olmuşduq məlum səbəblərə görə. Artıq onun 33 il sonra iyun ayının 17-sində getmişəm. Qarşımızdan gələn iyun ayının 17-sində artıq 33 il tamam olur. Keçir 34 ilə. Mən çox sevinirəm, həddən çox. Nəvələrim daha çox sevinir. Gedəndə mənim oğlumun deməli kiçik idi, o 3-cü sinifə getmişdi. Bakı şəhər Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən Fəzal Qədimov adına 222 saylı məktəbdə 3-cü sinifə getmişdi. Artıq onun öz oğlu 3-cü sinifdə oxuyur. Yəni mən çox sevinirəm, həddən artıq sevinirəm. İllər öncə 91-ci ildə qədər Ağdam şəhər 5 nömrəli məktəbdə Xurşud Banu Natavan adına Ağdam 5 nömrəli məktəbində müəllimə işləmişəm və ondan sonra Qaradağ rayonunda 222 saylı məktəbdə işləmişəm. Hal-hazırda orada da işləyirəm, işimi davam elətdirirəm. Amma arzum budur ki, burada 1 nömrəli məktəbdə müəllim kimi fəaliyyət göstərəm. He inşallah burada ya. Görüşürüz. He bu sen felaket. Oraya gidiyor o adamlar. Ay, sağ olun, hoş geldiniz, hoş geldiniz. Sağ ol oğlum, beni çekme. Məmmədov Vidadi. Məmmədov Muxtarova Nazilə. Rüstəmov Mirağa. Mustafa Yavaş Ana. Yolçiyev Niyazi. Hüseyinov Refail.
Çox şadıq ki, yenidən Ağdamımıza qayıdırıq. Fərəhliyik. Allah dövlətimizi saxlasın. Gün o gün olsun, arzusunda olan yoldaşlarımız, vətəndaşlarımız gəlsin, hamısı yığışsın. İnşallah bu sevinci bizə bəxş etdiyinə görə prezidentimizə təşəkkür edirik, dərin minnətdarımızı bildiririk. Xavər kimdir xavər? Səlimova xavər. Akşam elgitsin biz o. Kimseye belgit mi? Metalyen Mamik Kasaya.